tövhid qiyamət günü, axirətdə insana əmanlıq yaradır. Əmin yaradır. Allah Teala'nın əbədi əzabından o insan azad olur. Bu dünyada da o insan doğru yolda olur, azmır. Yani o insan hayatta yaşadıkça Allah Teala onu koruyur, hakkı kimi gösterir, batili batil kimi gösterir ve onların arasını karıştırmaya koymur. Ve həmçinin tövhidin fəziləti günahları tam şekilde yani silir, yani günahları bağışlayır ve günahların üstünü örtür. Necə ki En'am suresinin 82. ayəsində Allah Teala buyurur ki: "Ellezine amenu ve lem yelbisu imanahum bizulmin ulaika lehumul emnu ve hum muhtedun." O kəslər ki iman gətirənlər, iman gətirdikdən sonra imanlarını zulümlə qarışdırmazlar. İman gətirdikdən sonra zulümlə qarışdırmazlar. Ulaika lehumul emn. Onlara əmin amanlıq var. Yəni əmin amanlıq, yəni Allah Teala onları əbədi cəhənnəmdə yanmağa qoymayacaq. Hətta yəni insan birbaşa da cənnətə girəcək. Əgər tövhidi kamil, gözəl şəkildə olarsa, Allah Teala onu cəhənnəmə girməyə qoymayacaq. Girsə də orada əbədi qalmayacaq. Və həmçinin bu dünyada da azmayacaq, sabit qalacaq. Və hum muhtedun, onlar da elə doğru yolda olanlardır. Yəni həm bu dünyada onlar doğru yoldadır, həm də ki qiyamət günü o körpüdən keçəndə onlar yəni doğru yol tapacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih hədisi var ki, hədis Buxari və Müslimdə gəlmişdir ki: "Haqqal ibadi alallahi en la yu'azzibə mən lem yüşrik billah." Yəni Allah Teala'nın üzərinə vacib olan haqq odur ki, Allah Teala heç kim heç nə vacib eləyə bilməz. Sadəcə ən böyük Allah Teala öz-özünə vacibliği bildirir ki, öz qullarına, yəni Allahın haqqı qulların üzərində odur ki, Allah Teala özünə şərik qoşmayanı əzab verməyəcək. Yəni bir insan Allah Teala'ya şərik qoşmursa, Allah Teala ona əzab verməyəcək. Yəni o şirkdir, necə ki ayədə gəlmişdir, zülüm. Necə ki Loqman aleyhissalam öz oğluna nəsihət edir ki, ey mənim oğlum, şirk qoşma. İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk qoşmaq həqiqətən ən böyük zülümdür. Yəni ki buradakı zülüm Allaha şərik qoşmaqdır.